Dostlar, bugün 12 manat 50 qəpiyə adi su alırıq. 12 manat 50 qəpiyə. Vos, bu su Norveçin ta cənubundan gəlir. Şirkətin verdiyi məlumatlara görə Norveçin ta cənubundan arteziyan mənbələrindən gəlir və oradan çox təmiz şəkildə filtrizasiya olunur. Allah baxaq görək fərqi nədir bunun. İndi isə baxaq dostlar, 12 manat 50 qəpiyə olan su 1 manatlıq su ilə həqiqətən fərqlənirmi, yoxsa biz sadəcə brendə, adam markaya pul veririk. Baxaq. Yəni, heç bir əlavə başlığı yoxdur, yəni birbaşa açıldı. Baxaq dadına. Yüngül olmalı dostlar, yəni çox yüngüldür. Bildiyimiz yəni dəhşət yüngül sudur. O su içənə deyilsə çox yüngüldür. Baxın, elə bir dadı var, amma ki hissi var daha doğrusu. Amma dad olaraq yəni belə yəni güclü bir fərq görmürəm yəni. Normal yəni sirap, badamlı yəni şüşə qabda olanlardan demək olar ki eyni. Yəni tam dad verir.